paytaxtımız daha bir qitə yarışına səhnə olacaq. Tarixində 11-ci dəfə Avropa çempionatının əsas etapında qüvvəsini sınayacaq millimiz C qrupu çərçivəsində ilk olaraq Portuqaliya, daha sonra isə İspaniya, Rumıniya, Belçika və Niderland kollektivləri ilə münasibətlərinə aydınlıq gətirəcək. Doğma azarkeşlər önündə mübarizə aparacaq yığmamız turnirdə qrup mərhələsini aşmağı hədəfləyir. Avqustun 21-də Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupu oyunlarına start veriləcək. Seçməmiz yarışın açılış maçı çərçivəsində 2024-cü ildə Avropa Gümüş Liqasını çempion tamamlayaraq tarixində ən böyük uğura imza atan Portuqaliya yığması ilə qarşılaşacaq. Hazırlığın son mərhələsini keçən millimizin baş məşqçisi Faiq Qarayev geridə qalan məşq prosesinin qənaətbəxş olduğunu və qrup mərhələsini aşmağı hədəflədiklərini söyləyib. Təcrübəli çalışdırıcı ilk görüşdə qələbə qazanaraq turnirə yaxşı start verməyə çalışacaqlarını da sözlərinə əlavə edib. Tam heyətlə biz hardasa 20-25 gündür məşq edirik. Bundan öncə Yunanistanda yoldaşlıq görüşləri keçirdik. Latviya ilə 2 görüş keçirdik. Yunanistanda 2 görüş, Belarus ilə 2 görüş. Komanda pis oynamadı, qalib gəldi. Amma o yoldaşlıq görüşləri başqa, Avropa çempionatının havası başqa. Bizim qarşımızda qrupdan çıxmaq vəzifəsi durur. Hamı çalışır ki, qrupdan çıxaq, bir də ki, yaxşı yerlə çıxaq. Məqsəd odur. Vətəndə çıxış etməyin onlara əlavə motivasiya verəcəyini bildirən yığmamızın üzvü Bəyaz Quluyeva bütün azərkeşləri millini dəstəkləməyə çağırıb. Seyircilərimizdən dəstəyi gözləyirik, gəlsinlər və bildiyimizə görə biletlər də artırılması ilə satılıb. Ümid edirəm ki, bütün oyunlarda gələcəklər, komandanı tək buraxmayacaqlar, bizimlə o həyəcanı bərabər yaşayacaqlar. Biz də komanda olaraq ilk növbədə öz adımıza, daha sonra ölkəmiz adına layiqincə çıxış edəcəyimizə inanıram. Qeyd edək ki, avqustun 21-də baş tutacaq Azərbaycan-Portuqaliya dueli saat 19:00-da CBC Sportla canlı yayımlanacaq. Xatırladaq ki, Avropa çempionatının Bakı etapına avqustun 28-də yekun vurulacaq. Hər bir qrupu ilk 4 pillədə tamamlayan komandalar play-offda iştirak hüququ qazanacaqlar. Bütün qarşılaşmalar Milli Gimnastika arenasında keçiriləcək.